Davam edirik. Neftçalada əkin sahələrini su basıb. Bu, bölgələrə yağan aramsız yağış nəticəsində baş verib. Fermerlər çətin vəziyyətlə üz-üzədir. İndi onları bir sual düşündürür. Dəymiş ziyan müqabilində sığorta ödənişləri ediləcəkmi? Neftçalanın Xəzər kəndində onlarla fermerin illərlə çəkdikləri əziyyət hədər gedə bilər. Yağan güclü yağış və ərazidəki kanalın daşması əkin sahələrini su altında qoyub. Mənim burada 4 hektar 20 sotıq yerimdir. Yaxşı məhsul götürürdüm. O məhsulu mən gözləmirəm artıq. 14 hektar ərazimiz su basma nəticəsində məlumat vermişəm. Sığorta işçiləri gəlib baxış keçirdirlər. Nə ekmişdi, hansı məhsul? Arpa. 11 hektar 67 sos yerdir. Ona arpa əkirik. Baxış keçirilir, indi nümayəndələr öz işlərini görürlər. İndi nəticə çıxardacaqlar. Hadisədən sonra Aqrar Sığorta Fondunun mütəxəssisləri və müstəqil aqrar sığorta ekspertləri rayona ezam edilib. Hazırda əkin sahələrinə dəyən zərər hesablanır. Yekun qiymət aparıldıqdan sonra sahədə bu taxıl bitkilərinin tam yetişmə fazasında olanda və yekun ekspertiza aparılacaq. Yekun ekspertizada fermer dəymiş zərərin daha dəqiq hesablanması həyata keçiriləcək və müvafiqlə təqdim olunan sonra fermerlərdə sığorta ödənişləri həyata keçiriləcəkdir. Qeyd edək ki, Neftçalanın Xəzər kəndi təbiət hadisələrinə tez-tez məruz qalan və aqrar sığorta hadisələri baş verən ərazilərdəndir. Bu kəndin əkin sahələrini su basması ötən illərdə də qeydə alınıb və fermerlərə sığorta ödənişləri edilib.